İnnel hamdalillah ve salatu ve selamu ala Resulillah ve sahbihi ecmaîn amma ba'd. Əlfiyyə kitabının inşallah növbəti beytini davam edirik. Əlfiyyə dedikdə, yəni əlf min deməkdir. Əlfiyyə, yəni 1000 beyt nəzərdə tutulur və əvvəlki beytdə keçdi ki, məqasid-ü nəhviyyə, yəni qrammatikanın məqsədləri, yəni əsasları hamısı deyil, əsaslarını İbn Məlik rahmehullah 1000 beytlə nədir, öz kitabında qeyd edib. Deməli, bugün götürəcəyimiz fəsil əl-kələm, kələm yəni cümlə, və mə yətəəlləfu minhu, yətəəlləf yəni yətəkavvəlu, yəni ondan düzələnlər. Kəlamunə ləfzul mufidun kəstəğib. Bizim deyir cümləmiz, kəlam, ləfzdir, faydalıdır, necə ki, istəqim cümləsindəki kimi. Və ismun və fiilun, thumma harfun əl-kəlim. Burada əl-kəlim mübtədadır, bunlar xəbərdir. Ona görə belə tərcümə edilir ki, kəlim isimdir, feildir, sonra da yəni hərfdir. Vahiduhu kəlmətun, yəni kəlim sözünün təki kəlimədir. Vəl-qovul, qovul isə kəlimdən də, kəlmədən də daha ümumidir. Və kəlmətun bihə kəlam, qad yuam, bəzən qəsd olunur kəlmə ilə kələm, yəni bihə hə qayıdır, yəni bu kəlməyə. Yəni bəzən kəlmətun deyəndə kələm də nəzərdə tutula bilir. Necə ki, Allah Teala Quranda buyurur, kəburət kəlmətən təxrucu min əfvaihim. Kəhf surəsində, yəni kəlmətən. Orada yəni yəni cümlə nəzərdə tutulur. Və aşağıda da gördüyümüz kimi Muhyiddin rahmehullah yəni bu beyti irab edib, həmçində əlavə faydalar qeyd edib. Deməli, İbn Aqil rahmehullah İbn Məlikin əlfiyyəsini şərh eləyir və şərhində buyurur ki, əl-kələm mustalah aleyhə ində nuhat. Yəni kələm nəhvçilərin indində bir mustalahdır, termindir və ibarətdir nədən? Əl-ləfzül mufid faidətən yahsunu sukut aleyhə. Faydalı ləfzdir və danışan kəs dayandıqda qarşı tərəf intizarda olmur. Yahsunu sukut aleyhə, yəni danışdığı o cümlədə dayandıqda, yəni məsələ gözəl ortaya çıxır. Yəni susanda onun susması qarşı tərəfdən yaxşı sayılır. Yahsunu sukut, yəni sukut eləyəndə yaxşı olur. Amma yəni bizdə bunu Azərbaycan dilində yəni kələm, cümlə bitmiş fikrə deyilir. Yəni bunlarda bu cür tərif veriblər. Və ləfzu cinsun. Ləfz yəni cinsdir. Yəşməlu kələm vəl kəlimə, kəlimətə vəl kəlimə. Ləfz yəni bunların hamısını əhatə edir. Hətta qovlu əhatə edir. Və yəşməlu muhməl. Faydasız bir şey də əhatə edir. Yəni ona da biz ləfz deyirik. Kə deyiz kimi. Və müstəmələ kə amr. Həmçində müstəməli də əhatə edir. Yəni faydalı olan bir şeydir. Hansı ki, ərəblər işlədir. Deməli, birinci ləfz gəlir. Bunu misal üçün qeyd edə bilərsiniz. Gəlin qeyd edək. Gördüyümüz kimi birinci ləfz gəlir. Ləfz yəni daha əhatəlidir. Və sonra qovul gəlir. Sonra kəlimətun gəlir. Kəlimətun yəni kələmədə demək olar, kəlmə də demək olar.
Sonra gəlir kələm. Yəni kəlimətun faydalıdır. Faydalıdır. Amma bir sözdən ibarət olur. Misal üçün Amr, Zeyd bu cür. Ləfz isə ləfz isə həm fayda, həm faydasız olan bir şeyə deyilir. Yəni əsas orada səs olsun, bir də hərf olsun. Yəni insan nə gəldi ağzından çıxardırsa o ləfzdir. Qovl isə ləfzdən yəni daha aşağıdır. Yəni qovulda faydasız mufrad kəlimə yoxdur. Kəlimətində deməli qovul həm faydalı mufrad kəlməyə deyilir, həm də cümləyə deyilir. Yəni bunların hamısına deyilir. Kəlimətun dedik ki, mufrad və mufid olmalıdır. Kəlam isə ən aşağısı 2 dənə olmalıdır və faydalı olmalıdır. Kəlim isə ən aşağısı 3 dənə olmalıdır və orada fayda yoxdur. Və inşallah bir-bir gələcək. Bax, bunu qeyd edin. Amma yəni də pozdum. Amma bəzən kəlimətun, hansı ki dedik ki, mufrad mufiddir, kələmə müraciət olunur. Yəni kələm, kəlimətun kimi qeyd olunur, necə ki biz Qurandakı ayəni qeyd etdik. Deməli, İbn Aqil rahmehullah buyurur ki, yəni buradakı tərif dedim yuxarıdan. Orada mufid sözü əxrəcə muhməl. İstisna olacaq orada nə? Faydasız. Yəni deyiz kimi kəlmə. Və faidətun yahsulu sukut aleyhə dedikdə əxrəcə əl-kəlimət. Deməli, və yaxud da ki, bu uxrici ola bilər. Yəni mən istisna etmişəm. Uxricu əl-kəlimətə istisna edirəm deyir. Nəyi? Kəlimə. Dedi ki, nədir? Mufrad mufid. Və bə'də əl-kəlim. Və kəlim sözünün bəzilərindən. Və huvə mə tərəqqəbə min thələth kəlimətin fə əksərə. Yəni bunu deyir ki, bu nə olan şeydir. Və ləm yəhsulu sukut aleyhi. Nəhu. İn qamə zeydun. Əgər Zeyd durarsa. Baxın, 3 kəlimətdəndir. Amma bir fayda yoxdur. Yəni fikir bitməyib. Baxmaraq ki, feil, fail cümlə üzvləri yerindədir. Baxmayaraq ki, cümlə üzvü yerindədir. Hətta ismi cümlə ola bilər. İsmi cümlə ola bilər. Mübtəda xəbəri yerində ola bilər, amma ki, yəni ola bilər, kəlim olar, amma kələm sayılmaz. Sonra və lə yətərəqqəbul el-kəlam illə min ismeyn. Kələm yalnız 2 isimdən ola bilər. Şimdi gələcək və yaxud da ki, filan şeydən ola bilər. Nəhvə, Zeydun qaim. Yəni deyir, yalnız 2 isimdən olan kələmə, cümləyə misal gətirək. Və misal budur. Əv və yaxud da ki, min feilin və ismin. Həm feil, həm ism ola bilər. Kə qamə Zeydun. Və kə qavlil musannif istəqim. Ki, öz beytində istəqim dedi. Fə innəhu kələmun murakkabun. Min feil əmrin və failin mustatirin. والتقدير استقم أنت فاستغنى بمثال أن يقول فائدة يحسن السكوت عليها. Misalı çəkərək, yəni istəqim misalını çəkərək bu tərifi deməyə nədir? Ehtiyac görmədi. فكأنه قال الكلام هو اللفظ المفيد فائدة كفائدة الاستقم. إنما قال المصنف كلامنا ليعلم أن التعريف إنما هو للكلام في اصطلاح النحويين. Yəni burada nəyəni deyəndə, yəni bizim cümləmiz, biz deyəndə, yəni nəhvçiləri nəzərdə tutur. Ki, nəhvçilər yəni bu tərifi verirlər. لا في اصطلاح اللغويين وهو في اللغة اسم لكل ما يتكلم به مفيدا كان أو غير مفيد. Yani
bütün nə ki danışılır, danışılan bir isimdir o. Fayda ola bilər, faydasız da. Bu lüğətdədir yəni. Bax qeyd edilir. Bu lüğətçilər belə deyir. Vel kelim ismu cinsin. Vahiduhu kelimetun. Yəni isim cins dedikdə, misal üçün şəcər, ağac. Amma bilinmir nə qədər ağac. Misal üçün deyirsən ki, gedirəm ağac almağa da və yaxud da ağac aldım. İştaraytu əş-şəcər. Əkmək üçün ağac alırsan. Amma say deyilmir. Sən şəcəratun deyəndə artıq bir ağac. Aydındır. Səmək, balıq, səməkatun bir balıq. Yəni bir cinsdir, növdür. Və onu nədir, təmarbuta qoymaqla, yəni təkdə ifadə edə bilirsən. Və burada Muhyiddin Rahmanullah aşağıda qeyd edib isim cins haqqında, yəni çox gözəl faydalar var orada. Sonra vahiyyə imma ismun və imma fiilun və imma harfun. Onu da qeyd edək ki, burada Muhyiddin Rahmanullah aşağıda qeyd edib ki, bu bölgünü Əli İbn Əbi Talib radiyallahu anhu edib bu bölgünü. لأنها إن دلت على معنى في نفسها غير مقترنة بزمن فهي اسم. Yəni ismin tərifi nə oldu? Burada yəni qısa verir. Yəni cümlələrə baxarsınız. Nə üçün qardaşlar? Yəni bu kitab əlfiyyə ağır kitabdır. Yəni üslub cəhətdən. Bu kitabı yəni yeni ərəb dilini öyrənənlər yəni bu kitaba, bu dərsə yəni girişməsin. Yəni girişsə də, yəni qoşulsa da onun üçün ağır olacaq. Yəni ona görə heç olmasa İbn Hişamın o Şuzur Zəhəb kitabını, qrammatik kitabını keçməlidir ki, yəni o mərtəbəni keçməlidir ki, gəlib əlfiyyə dərsində otursun. Düzdür, Şuzur Zəhəbdən əvvəl, misal üçün Acurmiyanın müxtəlif şərhlərinə baxmalıdır. Tutaq ki, Toxvat-ı Səniyyə kimi şərhlərinə baxmalıdır. Sonra Şuzur Zəhəb və yaxud da ki, Qatr-ı Nədanə oxuya bilər. O da İbn Hişam Rahmanullahın kitabıdır. Yəni onları şərhlə oxuyandan sonra, yəni bu kitabda, bu yəni dərsdə iştirak edə bilər. Deməli, ismin tərifi nə oldu? Əgər deyir, öz-özlüyündə bir məna daşıyarsa, amma zamandan asılı olmayaraq, o nədir? İsimdir. Və in iqtaranat bi zamanin fəhiyyə el-feil. Yox, əgər həm mənası olarsa, həm də zamanla əlaqəli olarsa, o feildir. Və in ləm tədullə alə məna fi nəfsihə bəl fi qayrihə fəhiyyə el-harf. Və öz-özlüyündə mənası yoxdur, amma başqa ləfslərə qoşularaq məna daşıyana hərf deyilir. وَالْكَلِمْ مَا تَرَقَّبَ مِنْ ثَلَاثِ كَلِمَاتٍ فَأَكْثَرُ كَقَوْلِكَ اِنْ قَامَ زَيْدٌ. Bu kelimin nədir? Tərifi. وَالْكَلْمَةُ هِيَ اللَّفْزُ الْمَوْضُوعُ لِمَعْنًى مُفْرَدٍ. Yəni mufrad mufiddir də yəni. Qavluna el-mevdu li ma'na, yəni bu sözü ki dedik, nədir? Uxrica el-muhmel. Kə deyiz. Və qavluna mufrad dedik. Əxrəcəl el-kələmə. Bu inşallah əxracı olacaq qardaşlar. Mən yuxarıda da uxrica deyirəm. Bu əxracı olur, yəni çıxartdı kəlamı. Yəni bu söz deməklə cümlə istisna olunur. Fəinnəhu mevduun li məna qeyri mufradın. Çünki kəlam istifadə olunur məna üçün. Amma necə məna üçün? Qeyri mufrad. Yəni mufrad olmasın.
müfrad olmasın. Yəni müfrad olmayan məna üçün istifadə olunur. ثم ذكر المصنف رحمه الله تعالى أن القول يعم الجميع. Yəni qovul sözü daha əhatəlidir. Vel murad ennehu yagav alel kelami kana ennehu qovlun. Ve yagav aydan al kelim vel kelimeti ennehu qovlun. Aydındır, həmçində bunları əhatə edir. Ve za'ama ba'duhum enel asla isti'maluhu fil mufrad. Za'ama yəni iddia eləyir ki, bəziləri qovul sözü yalnız müfrad bir şey üçün istifadə olunur. Bir də ki, qardaşlar, burada müfrad deyildikdə cümlənin əksi olaraq bəzən mudaf-müdafilə də nəzərdə tutulur. Düzdür, yəni zahirən mudaf-müdafilə iki sözdən ibarətdir, amma cümlənin müqabilində müfrad sayılır. Yəni cümlə sayılmır. Aydındır, yəni bunu da inşallah nəzərdə saxlayın. ثم ذكر المصنف أن الكلمة قد يقصد بها الكلام كقولهم في لا إله إلا الله كلمة الإخلاص. Yəni bu cümlədə axı bəzən deyirsən ki, kəlmətul ixlas, yəni nəzərdə tutursan bu cümləni. Və qad yectəmi'u lel-kəlam vel-kəlim fis-sidq və qad yenfəridu əhaduhuma. Bəzən isə əl-kəlam vəl-kəlim doğruluqda, yəni səhih olaraq hər ikisi bir yerdə istifadə oluna bilir. Yəni deyə bilərsən ki, həm kəlam deyə bilərsən həmişə, həm kəlim deyə bilərsən. Və qad yenfəridu əhaduhuma. Və bəzən isə yox, yəni o istifadə olunan o ifadə ki var, qovul var, ya kəlam olacaq, ya kəlim olacaq. Bəzən isə həmin şeyə kələmdə və kəlimdə məna verə bilərsən. Misal, misal istiməuhu, yəni bir yerdə, yəni toplanılan üçün misal. Qad qamə Zeydun fə innehu kələm. Niyə? Li ifadədihi mə'nən yahsunu sukut aleyhi. Buna görə. Və kəlim. Niyə? Lənnəhu murakkabun min thələthi kelimatin. Və misal infirad el-kəlim. İn qama Zeydun. Burada niyə kəlim deyirik? Mürəkkəbdə amma fayda yoxdur. Və misal infirad el-kələm. Zeydun qaymun. Buna kəlim deyə bilmirik. Yalnız kələm deyirik. Niyə kəlim deyə bilmirik? Çünki thələth kəlmə yoxdur. Ona görə. Yaxşı, inşallah kifayət eləyər. Subhanəkallahumma və bihamdik. Əşhədu an la ilahə illə ənt. Əstəğfiruka və etûbu ileyk.